Salam əziz şagirdlər, əziz abituriyentlər, xoş gördük sizləri. Bilirik ki, 18 yanvar, yəni bugün 2026-cı il tarixində deməli Respublika Fən Olimpiyadasının rayon şəhər turu keçirilib və bu turda iştirak edən şagirdlərə uğurlar arzulayırıq. Xüsusən də kanalımıza abunə olaraq baxan, kanalımızdan bəhrələnən və abunə olaraq bunu eləyən hər kəsə uğurlar arzulayırıq. İnşallah o saf ürəyinizin də nəticəsini görərsiniz. Və uşaqlar 10-cu sinifi izah edəcəm ilk öncə. 11-ci sinif sualları indi gəlib baxacağıq və sonra izah edəcəyik. Və ola bilər ki, siz də bizim sürət qruplarımıza, nə bilim, dərs qruplarımıza qoşulmaq istəyirsiniz. Onun üçün də nömrəmizi burada bir qeyd edeyim. 070 535 35 55. Elə indilərdə açılan sürət qruplarımız var ki, xüsusən 11-ci siniflər üçündür və yüksək bal toplamaq istəyən şagirdlər ora qoşula bilərlər. Belə, ilk sualımıza baxaq. Deyir ki, adi dərəcədə olan sifətləri müəyyənləşdirin. Elə bumbuz sözünə baxsaq, bumbuz, burada buz isim olduğuna görə bumbuz da adi dərəcədə olan sifətdir. Və yaxud da kəm hövsələ sözündə kəm burada hövsələ sözünün dərəcəsini bildirmir. Çünki hövsələ sözü ilə adi, daha doğrusu isimdir. Kəmi də artıranda sifət olur. Sadəcə mürəkkəb sifətdir. Açıq qəlbli də elədir. Deməli, burada adi dərəcədə olan sifətdir. Büsbütün zərfdir. Kəmşirin azaltma dərəcəsindədir. Açıq sarı da azaltma dərəcəsindədir. İlk sualın cavabı Y variantı. İkinci suala baxaq. Bəzi sözünü əlavə etmək mümkün deyil. Hansı fikrin əvvəlinə? Toplu isimlər cəm şəkilçisi qəbul etmir. Təbii ki, bəziləri qəbul etmir. Xüsusən cəmaatlar, əhalilər deyə bilmərik. Mürəkkəb cümlələrin növünü yalnız intonasiyaya görə müəyyənləşdirmək mümkündür. Bəzi mürəkkəb cümlələrin təbii ki, mümkündür. Modal sözlərdən, bəzi modal sözlərdən əvvəl və sonra vergül qoyulmur. Bəli, bu da doğrudur. Sanki elə bir güya modal sözləridir bunlar. Sonra deyir ki, bəzi nida cümlələrinin sonunda nida işarəsindən istifadə olunmur. Belə bir şey yoxdur. Bütün nida cümlələrinin sonunda nida işarəsi qoyulmalıdır. Doğru cavabımız, yəni sualın düzgün cavabı D variantıdır. Deməli, bəzi cümlələrdə xəbər iştirak etməyə bilər. Bəli, adlıq cümlələr, söz cümlələr buna nümunə ola bilər. Üçüncü sualda da deyir ki, deyilənə görə onun atası məşhur el sənətkarı olmuşdu. Burada G səhv yazılıb. Cümlədə həm sifət, həm də təyin işlənmişdi. Nə etmişdi? El sənətkarı olmuşdu. Kim? Onun atası. Necə el sənətkarı? Məşhur. Deməli, deyilənə görə də ara sözdür. Burada sifət sözünə baxın. Deyir ki, sifət və təyin işlənmişdir. Məşhur söz həm sifətdə, həm təyindir. Elə cavabımız A variantıdır. Digər variantlara da nəzər yetirək. Ara söz fikrin mənbəyini bildirir. Bəli, deyilənə görə ismin iki müxtəlif halında olan sözlər. Bu doğru fikir idi B variantı, amma qabağına yanlış yazıb. Ona görə götürmürük. İsmin iki müxtəlif halında olan sözlər var. Baxın, burada ara sözdə də yönlük hal var. Onun yiyəlik haldadır. Atası adlıq haldadır. El yiyəlik haldadır. Sənətkarı sözcəsində olmaqla işlənib. Bunu feil götürsək də yenə mənsubiyyət şəkilçisi adlıq halda olan söz var. Yəni 3 hal var. Yönlük, yiyəlik, adlıq. Doğru fikir yazıb qabağına, yanlışdır. 2 deyil, 3'dür. İstinad bildirən qoşma işlənmişdir. İstinad bildirən fikrin mənbəyi nə görə ara sözdür bu. Amma yanında istinad bildirən qoşma işlənib. Doğru fikirdir, amma qabağına yanlış yazıb. İki sözün yazılışında səhvə yol verilmişdir. Bir dənə sənətkar sözüdür səhv yazılan. Bu doğru yazıb, amma yanlışdır. Cavabımız A variantı olur. Dördüncü suala baxaq. Uşaqların bir çoxunun səhv yazdığı sual. Uyğunluq var deyir. Frazoloji birləşmə verilib, sinonimi verilib və antonimi. Dünyadan köçmək, ölmək deməkdir. Canını bağışlamaq başqa bir şeydir. Heç onun sinonimi deyil. Elə A variantını belə çıxırıq. Xəcalət çəkmək, abırına kör olmaq. Bunlar bir-birinin sinonimi ola bilər. Amma ürəyinə yatmaq bəyənmək deməkdir. Bunlarla əlaqəsi yoxdur. Zəhləsi getmək bir adamdan xoşu gəlməmək deməkdir. Onun sinonimi deyil, antonimi olur xoşu gəlmək. Zəhləsi getməklə xoş gəlmək antonimdir. Bu da sinonimin altında verib səhvdir. Dilə gəlmək, səbri tükənmək. Bunlar bir-birinin sinonimi ola bilər kontekst daxilində. Və hövsələsini basmaq səbri tükənməyin əksidir. Yəni dilə gəlməyin əksidir. Düzdür, dilə gəlməyin danışmaq mənası da var. Amma deməli səbri tükənmək mənası da var, sinonimdir. Deməli cavab D variantı. Kələyini kəsmək, taqətdən salmaq,
Olsun, bunlar sinonimdir, amma burada söz verilib. Yəni bu antonim ola bilməz. Frazoloji birləşmənin sinonimi, amonimi, antonimi mütləq frazoloji olmalıdır. Deməli, uyğunluq olan variant oldu D variantı. Növbəti sualımıza baxaq. Burada belə bir mətn verib uşaqlar. Bu mətni oxuyarsınız. Bu hissəyə deməli buradakı cümlələrin A, B, C, D, Y variantlarının birini qoymağımızı tələb eləyir. Və mənə görə burada C variantı daha uyğun olur. Yəni oxumuram, sadəcə olaraq uzundur deyə oxumuram. Siz özünüz oxuyub diqqət eləyərsiniz. Amma məzmun etibarilə digər variantlar o qədər də kontekstə görə uyğun deyil. C variantı daha münasib gəlir. Belə, 6-cı suala baxaq. Cədvələ və nümunələrə əsasən uyğun fikirləri müəyyənləşdirin. Ədalət qütb ulduzu kimi yerində dayanır və geri qalan hər şey onun ətrafında dönər. Deməli, sonra da deyir ki, ikinci cümlədə heç səhv etməyən insan, heç bir şey etməyən insandır. Deməli, təhlil eləsək, baxın, ədalət qütb ulduzu kimi yerində dayanır. Dayanır nə? Ədalət necə dayanır? Qütb ulduzu kimi nə tərzdə dayanır? Bu zərflikdir. Harada dayanır? Yerində. Və geri qalan hər şey onun ətrafında dönər. Nə edər? Dönər. Nə? Hər şey. Hansı hər şey? Geri qalan hər şey. Harada? Onun ətrafında. Bu da zərflikdir. Heç səhv etməyən insan, heç bir şey etməyən insandır. İnsandır kim? İnsan. Hansı insan? Heç bir şey etməyən, heç səhv etməyən. Heç bir şey etməyən insandır. Necə insandır? Bu da təyindir. Deməli, deyir ki, birinci cümləyə aid doğru fikir. Həmcis xəbərli cümlədir. Xeyr, birinci cümlə həmcis deyil, çünki hərəsində özünün mübtəda xəbəri var. Həm təsriflənən, həm təsriflənməyən feil işlənmişdimi? Bəli, birinci cümlədə, məsələn, geri qalan an ən feil sifət var. Burada da dayanar, dönər, təsriflənməyən feillərdir. Doğru fikirdir. Yalnız qrammatik mənası olan söz işlənməmişdir. Yəni, köməkçinin qıssası yoxdur deyil, amma ulduzlar kimi var idi, axı qoşma var idi. Ona görə bu da yanlışdır. Sonra, ikinci cümləyə baxaq, ikinci cümlə ilə bağlı. 3 müxtəlif cümlə üzü işlənmişdir. 3 müxtəlif cümlə üzvü. Baxırıq bura. Müxtəlif. 2 dənə deməli təyin var. 2 dənə təyin var. Bir xəbər, bir mübtəda. Bu doğru fikirdir də. Yəni 3 müxtəlif olur. 2 dənə təyini bir sayırıq. Yazılışı ilə deyilişi fərqlənən söz yoxdur. Heç səhv etməyən insan, etməyən olur. Ona görə də bu yoxdur fikri yanlışdır. Bizə də nə deyib? Buradan doğrunu, buradan yanlışı. Yəni birinci cümlədən doğru 2, ikinci cümlədən yanlış 5. Cavab olacaq 2-5. Cavab B variantı. Növbəti 7-ci suala baxaq. Hansı cümlədə feil sifət tərkibi zərflik vəzifəsindədir? Mən onu həmişə işini vicdanla yerinə yetirən tanımışam. Nə etmişəm? Tanımışam kimi? Onu. Kim tanıb? Mən. Necə tanımışam? Həmişə işini vicdanla yerinə yetirən. Baxın, feil sifət tərkibi və zərflik. Bizdən də bunu istəyir. Bax, bunu biz dərslərimizdə də çox demişik uşaqlar. Bəzən feil sifətlər, ən şəkilçili feil sifətlər birbaşa hərəkətə aid ola bilir. Özü də toplulda da bununla bağlı 1-2 dənə sual var. Məsələn, filan kəsi cəbhədə döyüşən gördüm, vuruşan gördüm. Özü də daha çox gördüm sözlə işlənir. Burada düzdür, gördümlə işlətməsələrdə elə cavab A variantıdır. Deməli belə... 2B variantına baxaq. Uşağın bərk qorxduğundan narahat olan ana onu həkimə apardı. Nə etdi? Apardı. Kim? Ana. Hansı anadır? Uşağı bərk qorxduğundan narahat olan. Kimi həkim apardı? Onu haraya apardı? Həkimə. Yəni bir növ həkimin yanına deyək də burada. Yer, məkan anlayışı bildirir. Deməli, nəyəsə, burada da görürsünüz təyin vəzifəsindədir. Etdiklərimiz edəcəklərimizin göstəricisidir. Göstəricisi nə etdiklərimiz, nə yox, edəcəklərimizin göstəricisidir xəbər, nə etdiklərimiz. Belə, qəlbimdə hələ də deyilməmiş çox söz var. Var, nə var söz, nə qədər söz, çox söz. Bir də deməli, nədə qəlbimdə hələ deyilməmiş söz var. Hansı söz? Burada da görürsünüz ki, feil sifət tərkibi zərflik deyil, təyindir. O bu xəbəri eşitməz. Burada da ümumiyyətlə feil sifət tərkibi yoxdur. Sonra 8-ci suala deyir ki, qardaş, İskəndərnamə poemasını da oxu deyə dostu üzünü ona tutdu. Çox gözəl əsərdir. Deməli, burada tire qoyacağıq. Nitqlə başlayıb. Qardaş xitabdır. İskəndərnaməni dırnağa alacağıq. Təbii ki, poemadır. Oxu. Poemasını oxu deyə, burada vasitəsi nitq bitir, vergül tire qoymalıyıq. Deyədən sonra heç vaxt heç nə qoymuruq uşaqlar, ona görə burada heç nə qoymayacağıq. Deyə dostu üzünü ona tutdu.
Baxın, burada nitq müəllif sözü başlayır, burada bitir. Deməli, burada vergül tirə qoymalıyıq. Deməli, dostu üzünü ona tutdu, vergül tirə. Çox gözəl əsərdir. Deməli, uşaqlar, burada baxın, 3 tirə qoyduq. Əvvəldə birini, deməli, vergül də 3 dənə qoyduq. Qardaşdan sonra, oxudan sonra, bir də tutudan sonra. Deməli, 3 tirə, 3 vergül, bir də dırnaqlar var. İskəndərnamə B variantı. Növbəti sualımıza baxaq. 9-cu sualda nə deyir bizə? Deyir ki, cədvələ əsasən cəsarətlə sözünün fonetik xüsusiyyətləri ilə bağlı doğru fikirləri müəyyənləşdirin. Tələffüzü necədir? Cəsarətlə şəklində tələffüz olunur. Cəsarətlə. Yazılışı tələffüz arasında 2 fərqli məqam. Cəsarətlə nən olanda 2 dənə fərq burada yaranır. Bu doğru fikirdir. Vurğusu sonuncu can üzərinə düşür. Lə vurğu qəbul etmir, bura düşür. Bu yanlışdır. Sözdə qarşılığı olmayan 2 samit işlənmişdir. 3 dənədir. Baxın, R da var, 2 dənə də N-lar var. Bu səhvdir. Sonra deyir ki, yanlışa baxaq. Sözdə yalnız açıq saitlər işlənmişdir. A, ə saitləri, bu doğru fikirdir. Ahəng qanunu pozulmamışdır deyir, amma qalın və incə saitlər var. Yanlışdır. 2 hecası samitlə bitir. Baxın, C, sa, rət, lə. 2 hecası samitlə bitmir. Görürsünüz ki, bir dənə rət hecası samitlə bitir. Bu da yanlışdır. Yazılış üzərində aparmaq lazımdır. Tələffüz üzərində yox. Heca bölgüsünü. Nəticədə bizə doğrudan doğru 1, yanlışdan yanlış 5 və 6 lazımdır. Cavabımız da Y variantı. Tabiri mürəkkəb cümlələri göstərin. Vasif yaxşı oxuyurdu, ancaq imtahandan zəif nəticə göstərdi. Bu həmciz xəbərlidir. Oxuyurdu kim? Vasif nəticə göstərirdi. Kim? Vasif, yəni ortaq mübtədə var. Vasif yaxşı oxumasına baxmayaraq zərfliyin xüsusiləşməsidir. Bu mürəkkəb cümlə deyil. Vasif yaxşı oxusa da, sadanı görən kimi bilirik ki, bu tabeli mürəkkəb cümlədir. Sa olanda həmişə belə olur. Vasif yaxşı oxuyurdu, ancaq o imtahandan zəif nəticə göstərdi. Burada da mürəkkəb cümlədir. Oxuyurdu kim? Vasif. Zəif nəticə göstərdi kim? O. Ayrı-ayrı mübtədalar var, amma tabesizdir. Doğrudur, Vasif yaxşı oxuyurdu, ancaq imtahanda zəif nəticə göstərir. Deməli, baxın, doğrudur sözü olanda və ancaqla işlənəndə, amma ancaqla. Deməli, bu tabeli mürəkkəb cümlədir. Qarşılıq güzəşt budaq cümləsidir. Cavab olacaq 3-5, o da B variantı olur. Tabeli mürəkkəb cümlə. Sadə cümlənin şəxsə görə növlərinə aid uyğunsuzluğu müəyyənləşdirin. Uşaqlar, digərləri doğru fikirdir. Hamısında doğru qabağına verilib. Baxın, burada deyir ki, könlündən keçənləri bilənlər onu məsxərəyə qoymazdılarmı? Nə etməzlərmi? Onu məsxərəyə qoymazdılarmı? Məsxərəyə qoymazdılarmı? Kim? Könlündən keçənləri bilənlər. Kimi? Onu. Bu görürsünüz, mübtədası var, müəyyən şəxsli cümlədir. Qabağına yazıb ki, qeyri-müəyyən şəxsli cümlə. Ona görə yanlış olanı, uyğunsuz olanı elə D variantıdır. Digərlərdə hamısında uyğunluq var. Deyir ki, hansı sözün arfoepiyasında 3 fərqli məqam var? Sənətkarlıq, sənətkarlıq. 2 dənə buradadır. Fırlanma, fırlanma. 2 dənə buradadır. Çətinliklə, işlə. 4 dənə buradadır. İstedad, istedad. 2 dənə buradadır. Yəni, bunlar səhvdir. Qətiyyətlə sözündə isə y-nin biri düşür. Burada da nən olur. 3 dənədir. Düşmə və 2 dənə də n-lar olması. Deməli, cavab olacaq Y variantı. Ədəbiyyata baxaq. Ədəbiyyat sualları var burada. Deməli, deyir ki, Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyla bağlı cədvəldəki uyğunluğu müəyyənləşdirin. Səbəb verib ki, Qazan bəy ehtiyat edir ki, ölümündən sonra oğlu Uruza taxt-tac verməzlər. Nəticədə bunun nəticəsində nə edir? Deməli, qurduğu məclisdə ağlayır. Yəni, oğluna baxıb ağlayır. B-ni götürə bilərik bura. Məsələn, Oğuz xalqına vəsiyyət edir, yanlışdır. Düşmən üzərinə hücuma keçir, yanlışdır. Niyə belə düşünüb də düşmən üzərinə hücuma keçsin? Sonra burada nəticəni verib. Qazan döyüş yoldaşlarına oğlunu qılıncla 6 parça etməyini söylüyor. Deməli, bunun da səbəbi nə idi? Çünki oğlunun meydandan qaçdığını düşünürdü. A variantını götürəcəyik. Deməli, 2-yə də A. 1-ə B, 2-yə A, elə A. Sonra 14-cü suala baxaq. 14-də bizə deyir ki, sərv qəddi, gül camalı tamaşa, şəhla göz yaraşır, hilali qaşa. Bədii təsvir vasitəsi işlənir. Burada da deməli, sərv qədd, gül camal. Bunlar epitetlərdir. Epitet variantları A-da var, bir də D-də var. A-da D-də. Amma burada oxşar əlamət tapmaq yolu ilə yaradılmış deyir. Yanlışdır.
D variantını götürəcəyik. Çünki fikri ifadə edən sözə qüvvətləndirici, təyin edici sözlər artırılmışdır. Yəni epitet budur. D variantı. 15-ci suala baxaq. 15-ci sualda deyir ki, poeması ilə bağlı uyğunluq hansı bənddə pozulmuşdur? Dəhnamə poeması ilə bağlı. Bülbül oxudu sifati hicran, dəryada dür oldu abi neysən. Bahariyədən bu doğrudur. Yar zülfü təki günüm qarardı, yar ağzı kimi yerim qarardı. Aşkın əhvalı hissəsindəndir. Bu vəclə halım etdim elan, deməli, şəhərlərdən olur gədaya ənam. Bu da doğru fikirdir. Səbanın məşuqənin yanına getməsi hissəsindəndir. Dərslikdə də sonuncu beytdir bu. Yaş etdi ümid evini parə, sögdüm yenə bəxti nəbakarə. Deməli, bu bilsiz aşiqin əhvalı deyil. Bax, cavab budur. Pozulmuş deyiləm. Hə, cavab budur. Bu, məşuqənin ikinci dəfə deməli, elçiliyə getməsi, bax, ondan o hissədəndir. O hissədəndir. Ona görə də cavab D variantıdır. Y variantı da doğrudur. Belə, D variantı. Şifahi xalq ədəbiyyatla əlaqəli fikirlərdən yanlış olanı seçin deyir. Deməli, yanlış olanı. Holovarlar deyir, heyvanlıqla əlaqəli nəğmələrdir. Holovarlar axı əkinçiliklə bağlı nəğmələr idi. Sayəti sözlər heyvandarlıqla bağlı olurdu. Deməli, yanlış fikir istəyir burada da. Şimşək kimi buludları qovaraq, verdim parlaq çiçəklərə könlümü. Günəş kimi qaranlığı boğaraq, verdim odlu diləklərə könlümü. Çarpaz qafiyələnmə var. Deməli, A, B, C, B deyək. Belə qafiyələnib. Doğrudur. Rədif işlənməmişdir, amma çiçəklərə, diləklərə sözündən sonra könlümü sözlərini görürük. O da rədif var. Cavab B variantıdır, yanlış fikir. Sonuncu hissədə epitet varmı? Odlu dilək. Bu var, doğrudur. 4-4-3-dür. Şimşək kimi buludları qovaraq. Verdim parlaq çiçəklərə könlümü. Bəli. 4-4-3-dür. 4-4-3, 4-4-3, 4-4-3, 4-4-3. Bəli. Bax, belə ahənglə deyilir. Doğrudur. Şeir vahidi bənddirmi? Bənddir. B variantı deyək. 18-ci sualda deyir, İskəndərmə poeması ilə bağlı doğru fikir müəyyənləşdirin. Nüşabənin sarayında yalnız kişilər deyir, xidmət edən qadınlar idi əsas sözü də səhvdir. Əsərdə pələngər, həm qadınlar var idi əslində, həm kişilər, sadəcə qadınlar daha çox idi. Əsərdə pələngər İskəndərin əli ilə cəzalandırılır, bəli. İskəndər pələngəri öldürür. Nüşabə İskəndərdən qorxduğu üçün onu tanıdığını etiraf etmir, yanlış fikirdir. Müəllif İskəndəri əsər boyu qüsursuz təsvir etmişdir. İskəndərin qüsurları var idi. Məsələn, alimlərə yuxarıdan aşağı baxması məsələsi var idi. Bəzən onlar, daha doğrusu alimləri təpikləyirdi. Yuxarıdan aşağı baxmaq yox, təpikləyib oyadırdı yuxudan. Qadınlara yuxarıdan aşağı baxırdı. Belə deyək. Feyləqus öz ölkəsinin qədimdən gələn adətlərlə idarə edir, yeni qanunlar verməkdən çəkinir. Xeyr, yanlış fikirdir bu da. Doğru fikir B variantıdır. 19. Mövzu tarixi kateqoriyadır deyir. Mövzu tarixi kateqoriyadır. Bəli, mövzu belədir. Şeirdə ahəngdarlıq yaradan vasitələrdən biridir. Vəzn, ölçüdür. Forma dəyişkəndir. Xeyr, forma dəyişkən deyil, sabitdir. Məzmun dəyişkən olur. Uşaqlar, forma dəyişmir. Məsələn, qoşmanın qafiyə quruluşunu necə dəyişə bilərik ki? Biz özümdən qoşma qafiyə quruluşu yaradım. Forma dəyişmir, sabitdir. Süjet və kompozisiya əlaqəli anlayışlardır, doğrudur. Aşıq yaradıcılığında müəlliflə ədəbiyyatdır, bu da doğrudur. Deməli, tapdıq C variantı. Axırıncı sualımıza da baxaq. Deyir ki, Nəsminin tərqət şeirlərində sufiyanə və hürufi fikirlər təbliğ edilmişdir. İnsan həm bəşəri, həm də ilahi keyfiyyətlərə malikdir. Bunu da deyə bilərik, elə A variantı. Əsas qəhrəman real gerçəkliyin yetirməsidir. Yanlışdır, real yox. Yalnız məhəbbət, bu tərqət şeirlərində məhəbbət yoxdur. Obrazlıqdan istifadə edilməmişdir. Elə bir şey ola bilməz. Ədəbiyyat orada da obrazlıq olmaya. Şair xatirələrindən bəhs edilmişdir. Bu da yanlışdır. Deməli, cavabımız oldu A variantı. Uşaqlar, 11-ci sinifi də birazdan izah edib atacağıq. Uğurlar hər kəsə. İnşallah bol şanslar. Kanalımıza bəyənməyi, videomuzu daha doğrusu bəyənməyi, kanalımıza abunə olmağı unutmayaq. Hələlik.